Salam dostlar, hər birinizi salamlayırıq. Növbəti derbidə qarşınızdayıq. Xatırladaq ki, son iki derbidə HCC və İTİMin 18-lik qələbəsi ilə başa çatmışdı. Sizinlə isə mən Elnur və həmişəki kimi Mehdi. Əziz tamaşaçılar, sizi salamlayıram. Həmişəki maraqlı oyunları İTİM və İTİM qarşılamaları olur və başladı maç. Çox qatılır. Və siz heyətlərlə tanış olmuş Deyəcəydin və Kamran hesabı açır. İsa'nın möhtəşəm asistində Kamran Hüseynov hesabı açdı gözəl baş zərbəsi ilə. Qapçı da səhv edilmiyorlar. İsa'nın gözəl asisti və hesab 1-0 İTİMin xeyrinədir. Oyun yeni başlamasına baxmayaraq sağlı sollu ataklar eləyir. Burada isə Kamran müdafiəni yarır və ikinci topu İTİMin qapısından. Bəli, burada İTİMin müdafiəçiləri neynirdiler? Mehdi, Samir və Elxanın anlaşılmazlığı Kamranın möhtəşəm goluna səbəb olur. Avtogol da deyə bilərik, amma hər iki komandadan Elfağadan Elnur'a doğru ötürmə, Mehdi spoiler vermə, Elnur Kamran'a seydi, Elfağaya və gol! 2-1 elədi, bəli, Elnur'un asistində Elfağa hesab arasındakı fərqi azaltdı və 2-1 oldu hesab. İTİM komandası biz buradayıq deyir, uduzmayacaq deyir, sonra qədər bir mübarizə olacaq deyir, bəli, döşəm seyir, bəli. Orada İsa'nın cərimə zərbəsindən sonrası Kamran hesabı 3-1 elədi, bəli, İsa'nın möhtəşəm cərimə zərbəsi dirəyə dəydi və orada gol duyma olan, hiss eləyən, hər epizoddan maksimum yararlayan Kamran Hüseynov özünün və komandasının 3-cü qolunu qıraraq hat-trick elədi. Elxandan gözəl topa zərbəsi Anarın zərbəsi ilə top dirəkdən qayıtdı, bəli. Hesab arasındakı fərq azala bilərdi, amma Elxandan Elnur'a doğru Elnur'dan incə pas, Elfağa topu təkbə-təkə bıraxdı və Elfağa hesab arasındakı fərqi bir topa indirdi. Bəli, gözəl pas atmışdı və hesab 3-2 oldu. Elnur'un asistində Elfağa dubla imza attı və Elnur 2 asist, Elfağa 2 golla yadda qalıb. Hələ ki hesab isə 3-2 və 2 dənə Neftçaladan bugün qaytarır mı? Bəli, qaytarmaq istədi, amma qaytara bilmədi. Kamran qarşısını aldı. Elfağadan Elnur'a, Elnur'dan Anardan Elnur'a, Elnur'dan qapıya və gol! Bəli, hesabı bərabərləşdirdi. Elnur Anarın asistində 1 gol, 2 asistlə yatdı qalıb Elnur. Biz buradayıq, biz uduzmayacaq. Oyunda hər şey ola bilərdir və hesab arasında fərq qalmadı və indi isə kartlar yenidən paylanacaq. Elnur'un qolu ilə gol vura bilərdi, amma top qapının yanından keçdi. Əşrəfdən gözəl, fantastik hərəkət. Bəli, Samirdən gözəl sıyrıldı. 3 nəfəri birdən oyundan düşürdü və gözəl bir gol vurdu, bəli. 4-3 İTİM komandası öndədir. Əşrəfin qolu, Əşrəf boyunda 3 qolunu vurdu. İsa isə üçüncü dəftər seyr edir, amma Kamran boş olmağa baxmayaraq uzu vurmaq seçdi və qapıcı qaytardı. Burada isə Cəfər günahını yürü və Kamrana asist elədi. Bəli, Kamran özünün 4-cü komandasında 5-ci qolunu vuraraq Cəfərin asistində hesabı 5-3 elədi, bəli. Kamran poker edir, Kamran 4-cü qolu vurur və hesab arasındakı fərq 2 topa qalxır. Elfağadan Elnur'a və Elnur qolların birinin əvəzini çıxdı, bəli. Hesab isə 5-4 oldu burada. Elfağa 2 gol, 1 asistlə yatdı qalıb. Hələ ki, yenə də Neftçalalı 2 dənə ulduz oyuncu öz sözünü deyir. Mən yerlər. Elnur'un ikinci komandasının 4-cü qolu Əşrəf verəcək. Bəli, yenə də Elnur topun qarşısını aldı. Elnur bugün orta, hücum, zaşitə hər yerdədir. Elfağa ilə oynayır. Elfağadan Anar'a doğru ötürmə. Anar təkbətək qalır. Anar'ın zərbəsi və gol! Bəli, Anar hesabı bərabərləşdirdi. Elfağadan gözəl bir pas. Elfağanın asistində Anar hesabı bərabərləşdirdi. Bəli, Anar 3 qolunu vurdu bu oyunda. Elfağanın isə 3-cü asisti deyərdim, amma ikinci asistidir, bəli. Heç də ola bilər. Nəyəsə o axırda şey eləyərik. Kamrandan gözəl hərəkət. Kamran təkbədə çıxdı və gol! Bəli.
Kamran fərdi ustalığı sayəsində Gözəl bir kesit aldı. bəli Kamranın pasında Kamran qol vurdu. Bəli qapıcı Kamrandan gözəl pas 2 dənə Kamranın işbirliyi və Gol gətirdi. Hüseynov Kamranın ustalığı nəticəsində hesab 6-5 oldu və İttim komandası Yenə önə keçdi. burada isə Anadolu pasını verdi. Təkmələş qalır və hesabı bərabərləşdirdi. Bəli. Biz buradayıq deyir, biz əl çəkmirik deyir, hesabı bərabərləşdirəcəyik deyir və 6-6'lıq bir maç izləyirik. Bəli, Anadolu pasında Elnur hesabı bərabərləşdirdi. Anarın birinci qolu, birinci asist oldu. Bəli, bir gol, bir asistlə oynayır Anar hələ ki. Və Əlfağdan Anara, Anar və gol! Bəli, hesabda önə keçdi. Ettim komandası 7-6 oldu, bəli. 6-5 geridən gəlib. oyunu çevirdilər, bəli. Hesab hələ ki 7-6'dır. Nəzərinizə çatdırım ki, son 2 oyunu ne oldu ama cərmə oldu. Niyə oldu? Amma möhtəşəm bir gol oldu. Bəli, İhsanın möhtəşəm cərmə zərbəsi ilə hesab 7-7 bərabərləşir və komandanın kapitanı oyunda ilk golunu vurur və komandanın lider olan məğlub olmayacaq deyir, geri dönəcək deyir. Bu maç burada bitməz deyir və möhtəşəm cərimə zərbəsi ilə qolun təkrarını gözəl sevi vardı. Düzdür, burada 50% Mehdi qaçırsa 50% Cəfərimizə gələcəkdik, amma Əşrəf vurmayana vurarlar dedi. Mehdi, sən vurmadın, mən vurdum dedi və Kamranın pasında Əşrəf möhtəşəm bir gol vurdu. Bəli, hesab arasındakı fərqi artırdı və oyunu qırılmaq idi bu, bəli. Bir oyunda başqa gol olmur, hesab bu. Yenə də nəticələnir. Siz isə oyunun statistikasını baxırsınız sizinlə. Bir dizili sağ olun, gələn görüşlərə dək.